Bakıda inşa olunması planlaşdırılan 10 yeni metro stansiyanın yerləşəcəyi ərazilər açıqlanıb. Məlumata görə şərti adı B4 olan stansiya bir saylı mərkəzi klinik xəstəxananın arxa hissəsində yerləşəcək. Bundan əlavə Nizami metro stansiyasının yaxınlığında daha bir yeni stansiyanın tikintisi nəzərdə tutulur. Sahil metro stansiyasının ətrafında da yeni bir stansiya inşa olunacaq. Növbəti stansiyanın Port Baku kimi tanınan əraziyə yaxın yerləşməsi planlaşdırılır. Xətai metro stansiyasında isə əlavə keçid stansiyası yaradılacaq. Eyni zamanda Babək prospekti üzərində yeni bir stansiyanın tikilməsi də layihəyə daxildir. Yaşıl xətt üzrə Xətaydan sonraki stansiyalar Nizami Gəncəvi adına parkın yaxınlığında və Ağşəhər layihəsinin inkişaf edən hissəsində yerləşəcək. Y15 adlı stansiya isə 8 noyabr prospektindən NZS qəsəbəsinə dönən hissədə inşa olunacaq. Bundan başqa Nargilə dairəsi və ya keçmiş Bakı Avtomobil Zavodunun ətrafında daha bir stansiyanın tikintisi nəzərdə tutulur. Layihəyə əsasən Həzə Aslanov metro stansiyasına keçid funksiyasını daşıyan yeni bir stansiya da inşa ediləcək.